Bu yeni il bizim için çox özəldir. İlk dəfə öz evimizdə şam ağacını bəzəyirik. Əvvəlcə istəyirdim ki, ağacda yalnız işıqlar olsun. Çünki pəncərələri də bəzəməyi planlaşdırmışdıq. Amma bu yumşaq işığa baxdıqca anlayıram ki, bir neçə oyuncağı da əlavə etmək istəyirəm. Birlikdə qutuları açdıq, budaqları yerinə yerləşdirdik. Qızımız yanımızda dayanıb hər şeyə maraqla baxır, kömək etməyə çalışır. Onu belə xoşbəxt görmək o qədər gözəldir ki, hər ikisinə baxıb düşünürəm ki, zaman nə qədər tez keçir və bu sayda ailə ilə dolu anları yadda saxlamaq nə qədər vacibdir. Şam ağacını bitirdikdən sonra evə biraz da sehr qatmaq istədik. Əvvəlcədən hazırladığımız formaları pəncərəyə yerləşdirdik. Sonra suni qar spreyi ilə üstündən keçdik və pəncərələr bir anda nağıla bənzər bir mənzərəyə çevrildi. Elə bil qış sakitcə bizə qonaq gəldi. Arzu edirəm ki, bu yeni il hər kəsin evinə daha çox istilik, daha çox işıq və sakitlik gətirsin. Ürəkdə qorunan belə anlar çox olsun. Yanında ən doğmalar olanda və insan ürəkdən inanınca möcüzələr həqiqətən də baş verir.